döyüşçü qardaşımız, vətənpərvər el oğlumuz, ziyalımız. Ancaq inqilab həm də şeir deyəcəkdi, inqilab da şairdir. Çok sağ olun İsmail müəllim. Ben bugün Həmrəylik günü münasibətilə bütün elimizi, obamızı təbrik edirəm. Həmişə millətimizə birlik, bərabərlik arzulayıram. Elin dərdi, qəmi heç vaxt olmasın. İstərəm həmişə toy, nişan olsun. El yallısı çalınsın hər bir toyda. Elim əl-ələ versin, hamı bir olsun. Həmrəylik günümüz mübarək olsun. 2020'də millət bir oldu. Dəmir yumruq ləqəbini də aldı. 44 gündə qələbə, zəfər çaldı. Tarix yazdı. Yeni prezidentimiz mübarəkdir bizim həmrəyliyimiz. Sağ olun, var olun. Ben bugün istifadə edib bu məclisdə